Dünən gecə Həzrəti Fatimə-i Zəhra anamızın Mədinə məscidində söylədiyi Fədək xutbəsi haqqında söhbət elədik və başlanğıcındakı Allahı necə həmd edir, Allahın neymətlərini yad edir, onun haqqında danışdıq. Və gəldi söz, xanımın sözü yetişdi bura ki, buyurdu və əşhədu ənə əbi Muhammədən əbduhu və rəsuluh. Şəhadət verirəm ki, mənim atam Allahın qulu, rəsulu və elçisidir. Dünən gecə bu sözü qeyd elədim ki, şəhadətin mənası insanın özünü elan eləməsidir, əqidəsini elan eləməsidir, özünü tanıtdırmaqsıdır. Xanım Zəhra bir neçə yerdə bu cünə şəhadət gətirir bu xütbədə, bir neçə yerdə. Deyir ki, şəhadət verirəm ki, atam Muhamməddir və Allahın rəsulu və elçisidir. Yəni, qarşısındakı müxatibləri istəyir ki, bir ayılsın, diqqəti gətirsin onun üzərinə ki, biləsiz ha, danışan kimdir. Nə deməkdir biləsiz kimdir? Nə deməkdir? Bu sözü deməklə Peyğəmbərin 23 il ərzində xanım Zəhra haqqında dediyi bütün sözləri istəyir xatırlasın onlara ki, Zəhra kimdir mənə üçün? Zəhranın məqamı nədir Allahın yanında? Zəhra kimdir Allah üçün? İstəyir onları yadlarına salsın. Bu sözlər sanki istəyir onlara xatırlasın ki, elə Peyğəmbər öldü, kitab örtüldü məsələsi deyil. Fədək məsələsi ilə biz görürük ki, bəzən dünya əhli kimi Peyğəmbərdən sonra oradakı olan müsəlmanlar bu iş etdilər. Öldü, kitab büküldü. Bu dosya bağlandı. Sanki Peyğəmbərdən sonra biz ikinci bir etap, başqasının bir dövrü. Əməvilər bitdi, Abbasilər gəldi. Belə bir şey görürük bəzən. Təəssüf. 1400 ildən sonra dünyaya gələn bir müsəlman kimi deyirəm təəssüf. Bu dünya əhlinin işidir. Dünya əhli işidir. Bu vəzifədən getdik, bunun kitabı bağlandı. Dosya bağlandı. Bu dünyasını değişti, bunun bağlandı. Amma nübüvvət belə deyil. İbrahimdən sonra oğlu İshak, İsmail, İshakdan sonra Yaqub, Yaqubdan sonra Yusif, silsilə gəldi Həzrəti Musa, İsa, İsmaildən, Peyğəmbərli İsmaildən Həzrəti Muhammed. Allahümme salli ala Muhammed və ali Muhammed. Neçə min Peyğəmbər Həzrəti İbrahimdən sonra kitab bağlandı, bağlanmadı. Nübüvvət bağlanmadı. Yaxşı. İndi deyərsən ki, Allahın Rəsulü Muhammed sallallahu aleyhi və alihi və səlləm xatəmən nəbiyyindir, Peyğəmbərlərin neydir? Sonuncusudur, xətmidir. Olsun. Vəhiy gəlməz. Amma yolu davam edər, ya yox, yolunu davam etdirən olar, ya yox. Xanım sonradan bir sözlər söyləyəcək ki, mən onu qoy indidən deyim, orada da deyərəm. Dedi, Peyğəmbəni unutmayın, mənim atamın Peyğəmbərin bir sözü var idi. Bir söz söyləyirdi sizlərə. Deyirdi, bir kişinin ehtiramı
onun evladlarına qoyulan ehtiramdan məlum olar. Əgər bir kişi sənin üçün ehtiramlıdırsa, onun evladlarına da nə etməlisən? Ehtiram etməlisən, hörmət etməlisən, məhəbbət etməlisən. Bəlkə sağlığında da eləməsən, müstəhəb olsa, amma öləndən sonra vacibdir. Öləndən sonra bir kişi ki, sənin yanında hörmətliydi, onun evladlarına da hörmət göstərmək, məhəbbət göstərmək vacibdir. Dini kənara qoysaq, insanlıqdır. Kişilikdir bu. Namərd insanların xüsusiyyəti bu olublar. Bir insan dünyasını dəyişəndən sonra nə ediblər onu? Evladlarını da paramparça ediblər. Tarixdə bu yaxşı bəyənilməyib heç vaxt. Heç zaman yaxşı bəyənilməyib. Müsbət səslənilməyib bunlar. Dünya əhlinin içərisində belə müsbət səslənilməyib. Təsəvvür edirsən? O dünya əhli ki, bütün onların marağı dünyadır. İqtisadiyyatdır, biznesdir, kapitaldır, puldur, şandır, şöhrətdir, vəzifədir. Bütün bunun üzərində, maraqları bunların üzərində belə deyək, möhkəmlənib. Amma mənəvi insanlar əyb yox. Pulda olar, parada olar. Amma onunla bərabər mənəvi məsələləri də nəzərə alarlar. Mənəvi məsələlər. Humanitar, humanist məsələlər, onları da nəzərə alarlar. Yəni, bu cürlə məsələ dünya əhli ki var, o zalim dünya əhlindən gedir ha, söhbət ha. Onların içərisində də heç bəyənilməyib, heç yaxşı baxılmayıb. Ona görə tez-tez xanım Fatimə-i Zəhra bu cürlə şəhadət gətirir. Və əşhədu ənə əbi Muhammədən əbduhu və rəsul. Bilin ha? Mən şəhadət gətirəm ki, mən Peyğəmbərin qızıyam, mənim atam da Allahın rəsulu və elçisi seçilmişi, Allahın ən yaxşı quludur. Və bunun ardınca Peyğəmbərin fəzilətlərindən danışır. Peyğəmbərə sanki o deyəcəyi sözlər şəhadətə bağlıdır. Bəzən bizim şəhadət biz gətirəndə deyirlər, bidət elədin. Əşhədu ənnə əliyyən vəliyullah deməklə nə etdin? Bidət elədin. Amma bəzən bəzi kəslərin şəhadətinə baxırıq ki, görüyorlar onlar, məsələn, bunlar da əqidələrini geniş, əqidələri haqqında geniş şəhadət veriblər, hacı. Olmuyor. Bir yaxında otur, üzvü görək, sən də biz də baxaq danışaq. Ha. Yeyib oturmuşsunuz qaranlıqlarda. Çıxın artıq işıqlığa. Səlavat göndər. Allahümmə səllə alə Muhamməd və ali Muhamməd. Xanım, sanki bunların hamısı o şəhadətin ardıdır deyəcəyi sözü. Peyğəmbərin necə ki, abduhu və rəsuludur, sanki onun ardıdır. Buyurur. İxtarahu qablə ən ərsələhu. Bunu bir hissəsinə artır. Ginən ki, mən qışqıra-qışqıra danışmayayım. Buyurdu ki, xanım Zəhra, salamullahi aleyha, o pak müqəddəs anamız, möminlərin anası, buyurdu ki, İxtarahu qablə ən ərsələhu. Onu seçdi göndərilməmişdən öncə. Göndərilməmişdən öncə, risalətdən öncə onu seçdi. Həzrəti Muhammed sallallahu aleyhi və alihi və səlləm
peyğəmbər olmamışdan öncə seçilmişlərdən idi. Peyğəmbərlərin içərisindən seçilmişlərdən idi. Bəşəriyyətin Adəmdən ta qiyamətə qədər gələcək bütün bəşəriyyətin içərisindən seçilmişlərdən idi. Elə bir zamanda seçilmişlərdən idi ki, indi xanım toxunacaq o məsələlərə. Nə xəlq var idi, nə məxluq var idi. Nə xəlq var idi, nə məxluq var idi. Amma Həzrəti Muhammed Allahın elmində seçilmişdi. Sözə bax. Elmində seçilmişdi. Adəm yox idi, Həzrəti Muhammed seçilmişdi. Kim deyir? Xanım Fatıma-i Zəhra. Dalını da deyəcəyəm, izahını da verəcək sözləri ilə. Mən elə öz sözlərimlə qoyduyum bunu. Seçilmişlərdən idi. Məşhur bir hədis var. Hədisdə buyurulur ki, Həzrət Əli əleyhissalam müqərrəb olan 4 mələk ilə Həzrət Muhammedin Allah yanında aliliyinin nisbətini soruşdu. Dedi, ya Muhammed sallallahu aleyhi ve aleyhi ve sellem. Buyur ya Muhammed, ya Resulallah. Bir söz soruşun, buyur. Sən üstünsən, yoxsa Allahın müqərrəb olan mələkləri? Cəbrail kimi. İsrafil kimi. İsrafilin bir də əzəmətinə bax. Xəyalın gedib yetişə bilməyəcəyi bir kainatı bir səsi ilə, bir üfürməsi ilə, indi sur üfürəcək, necə olacaq o sur bilmirik ki, indi rəmzidir də. Bir üfürməsi ilə bütün aləm dağılacaq. Bunun əzəmətinə, gücünə, böylüyünə bax. Bütün bu kosmos, hamısı dünya yox ha, bütün kosmos, kainat, kəhkəşanlar, 2 milyarda yaxın, bəlkə 2 milyarddan artıq kəhkəşan bugünkü nəzəriyyəyə görə. Hər kəhkəşanın içərisində 200 milyarddan 500 milyarda qədər ulduz toplumu. Hər ulduzun özünün planetləri, elə Günəş onun elə balacasıdır, ordusudur ulduzlardan biri ki, bir görünəçidən planeti, planetlərinin planeti, peyki, Allahu Ekber. Bir səsi ilə bunu dağıdacaq bunları. İndi nədir o? Necə olacaq onda ya? İndi bəzi inançsızlar, maddəçilər deyəcəklər ki, bir sur çaldı, bilmirik, biz bilmirik necədir. Deyilib, biz anlayaq deyə səsdən gedir söhbət. Biz anlayaq. Amma həqiqət nədir? O işi İsrafil yerinə yetiriləcək. Bu üstündür ya Resulallah sən. Mikail üstündür ya sən. Mikailin misyası nədir? Bütün dünya, aləm, bütün təbiyyət hadisələri, indi deyirlər külək, yağış, ruzu gətirmə, nə bilim, çiçəyin açılması, nə bilim, bunların hamısı, indi biz dünyamıza görə deyirik, bu dünyaya ait deyil, bütün kainatların, kosmosun idarəçiliyi, hərəkətləri, nizami, nizamsızlığı, nizamsız hərəkətlərin, təqribi hərəkətlərin özündə bir nizam var. Bunlar hamısı Həzrəti Mikailin işi. Əzrail və s. böyük müqərrəb. Ruh. Bir mələk, böyük mələyin adıdır. Bunlar üstündür ya Resulullah, yoxsa sən buyurdu ki, ya Əli, necə onlar üstün ola bilərlər ki, əvvəl mə xələqəllahu nuri.
Ey Ali, Allah'ın hiç yarattığı şey bizim nurumuz oldu. Hatta bizim değil ha. Bizim nurumuz. Nuri da deyir, bəzi yerlərdə nuri da deyib, bəzi yerlərdə əleyhinə olan deyib nuri, nurena. Bizim nurumuz. Allah bizim nurumuzu yarattı. Nurumuzdan ərşini təvaf eləyən mələkələri yarattı. Biz onlara Allah'ı necə təmhid, təsbih, təkbir, zikirlərdir də bunları etməyi öyrətdik. Ey gəldi zamanlar keçdi, illər keçdi. Peyğəmbərin təqribi rəqəm deyir, 4000 il əvvəl Adəmi xərq eləməmişdən 4000 il əvvəl Allah Həzrəti Muhammedin nurunu yarattı. Bu rəqəm bizim bu saatla deyil ha. Bu bizim saatla da Allah'ın yanında olan saattan gedir söhbət. Allah Peyğəmbərin nurunu xərq edib, gəldi, yetişdi. Adəmə deyir, bizim nurumuzu Adəmin sülbündə qoydu. Nə oldu sonra? Kullu mələkə, bütün mələkələr dedi, səcdə elə, səcdə elə. Hamı səcdə elədi. İlla iblis, iblis etə bilmədi. Dedim, mələkələrin bizim nurdan xəbəri var idi, səcdə elədilər. İblisin bizim nurdan xəbəri yox idi. Nar nuru görə bilməz. Mələklər nurdan yaranmışdı. Nur nuru görə bilirdi. Amma nar, oddur. Od, bu da hədisdə də özümdən deyirəm bunu. Od nuru görə bilməz. Od nuru görə bilməz. Deyir, görə bilmədi, səcdə etmədi. Sonra hədisi uzundur deyir. Ondan sonra Adəmdən onun oğluna keçdi, o Peyğəmbərə keçdi, bu Peyğəmbərə İbrahimə, İbrahimdən İsmailə. Bəni İsrail Peyğəmbərlərində onları demir, keçdi deyir. İsmailə keçdi. İsmaildən ta gəldi Əbdülmüttəlibə. Əbdülmüttəlibdən o nur iki yerə ayrıldı. Ha? Nə oldu sonra? Deyir, biri Abdullah'a keçdi, mən dünyaya gəldim yani. Bir qismi Əbu Talibə keçdi, sən dünyaya gəldin. Mənim, biz sənlə, mən eyni nurdanıq. Eyni nurdan, ya Əli, eyni nurdan. Məndən Fatimə dünyaya gəldi, Fatimə ilə səndən Həsən Hüseyin dünyaya gəldi. Bəh, bəh, bəh. Nurlar necə qovuşdu yenidən? Həsən Hüseynin vücudunda. Buyurur ki, xanım burada işarə eləyir. O Peyğəmbər olmamışdan öncə seçilmişdi. Və səmmahu qablə ən içtəbəh. Deyir, o seçilməmişdən də öncə adlandırılmışdı. Adı var idi. Adlandırılmışdı. Elə qısaca olaraq desək bu sözü, qısaca olaraq. Yəni, gedib çıxmırıq biz. Aləm-i zərrə, oralara gedib çıxmırıq. Deyərlər ki, göstər mənə. Amma hər kəs bilir, bütün din əhli bilir. Məhzəb fərqi yox. Hər kəs ki, bilir ki, Həzrəti Muhammed sallallahu aleyhi və səlləmin adı özündən qabaq idi. İki dənə dəlil gətirəm sənə. Birinci, o adda Ərəb yarımadasında belə bir ad yox idi. Bəzilər yazıda 4 dənə ad var imiş. Onlar da Qureyşdən, o müşriklərin içərisində deyildi. Bəni Yahud qəbilələrindən idi ki, onun da kökü gedir, həmən çıxır, deyəcəyim hara çıxır. Onun da kökü elə Həzrəti Muhammedə qayda üçün adı özündən qabaq idi. Əbu Talib, Əbdülmüttəlib gəldi, dedi ki, bunun adını qoy, bu adı elan olunan gündə, dedi, bunun adını qoyuram, bu uşağın adını qoyuram, Muhammed. Hamı çaşdı, heyrət elədi. Muhammed? Muhammed nədir? Bizdə belə adı yoxdur. Bizdə belə adı yoxdur. Bizdə belə adı yoxdur. Bu nədir Muhammed? Dedi, onun adı Muhammeddir.
Elhamdülillah. Adını Muhammed qoy. Abdülmuttalibə hərdən deyirəm, Abdülmuttalibə kim dedi ki, adını Muhammed qoy? Deməli, Abdülmuttalibin də bir qəlbi neyi varmış? Rabitələri varmış, ilhamı var imiş. Elə belə söz deyil ha bu. Elə belə söz deyil. Hə. Bu bir. İkincisi, bütün müsəlmanlar, bəzi, hətta Qur'an buyurur, biz Qur'ana şək eləmirik. Deyir, Həzrəti İsa nə dedi? Həzrəti İsa buyurdu ki, mən sonuncu deyirəm, məndən sonra da bir peyğəmbər gələcək. İsmuhu Əhməd. Əhməd. İmam-ı Sadiq əleyhissalam buyurdu ki, Həzrəti Peyğəmbərin göydəki adı Əhməd, yerdəki adı Muhammeddir. Allahümme salli ala Muhammed ve ali Muhammed ve accil fərəcə. İki dənə adı oldu axı, Əhməd, Muhammed. Hacı Əhmədlə Muhammed fərqli iki söz mənalardı. Həri? Eyni mənadır. Tərif olunan. Tərif olunmuş. Biri tərif olunmuş, biri tərif olunandır. Harada tərif olunur? Yerlərdə də tərif olunar. Həzrəti Muhammed göylərdə də tərif olunar. Göylər də ona təriflər deyər, yerlər də ona tərif deyər. Bu günlərə həmd olsun Allaha. Hələ azdır ya, hələ gələcək dalı. Hələ dalı gələcək, görəcəksiniz Allah qoysa. Dünyanın elə bir nöqtəsi yoxdur ki, orada bu səda olmasın. Əşhədu ənə Muhammədən abduhu və rasuluh. Azanın səsi olmasın orada. Bütün dünyada. Bütün dünyada. Hələ bir qədərdən sonra Avropanın hamısında. Müsəlmanlar hamısı oradadırlar. İnşallah Həzrəti Məhdi Əcəlallahu fərəcəh zuhur eləyəndə dünyanın bir qarış nöqtəsi olmayacaq ki, orada tevhid olmasın, orada Həzrəti Muhammed olmasın. İnşallah. İnşallah. Adı seçilməmişdən qabağı idi. وَاسْتَفَاهُ قَبْلَ أَنْ بَعَثَهُ məbəsindən qabaq seçilmişdi. Saflanılmışdı, paklanılmış idi. Paklanılmışdı. Neçə bir söz var o Peyğəmbər olmamışından qabaq paklanma məsələləri haqqında. Neçə misal var. Neçə misal var. Ümumiyyətlə, bu özü girsək belə çox dərinə gedəcək. Elə atasız dünyaya gəlməsi, anasını uşaq vaxtında itirməsi, o paklanmanın bir hissəsinə aid olar. Niyə? Nədir paklanma? O, niyə görə? Çünki bəzi alimlər gözəl şərh verirlər bu sözə, deyir, Allah istədi ki, qəlbində Allahın məhəbbətindən başqa heç bir məhəbbət olmasın. Allah istədi ki, uşaq, bax bu sözü, uşaq bir çətinliyə düşəndə kimin üstünə qaçar? Atanın, ananın. Həzrəti Muhammed Allah'a üst tutdu. 5 yaşında. Salam olsun sənə. Ey, yetimlərə xor baxmayın, ha! Yetimlərə xor baxmayın, ha! Ayaq yalın gezən yetimlərə xor baxmayın, ha! Böyük adamlar yetimçilikdən çıxıblar. Allahın qəribə işləri var, ha, bilirsiniz, çox qəribə işləri var. Ayaq yalınları padşah eləyib. Bəzən birisi padşah oğludur. Padşah varisidir. Deyəcəksiniz görüm kimdir o. Padşah şəhzadədir.
Şəhzadə padşahın oğulluğudur. Şəhzadədir. Allah gətirir onu neyniyir? 10 il çoban elətdirir. Gör hardan da saldı? Çoban elətdirdi. 10 il çobanlıqdan sonra da onu nedir? Ulul azm bütün bəşəriyyəti peyğəmbər edir. Allahın işi fərqlidir ya. Bəzən birini salar qoyunun içərisinə deyərlər itdi, batdı. Allah onu çıxarar quyudan. Subhanallah və Teala. Aparar bir əcəm torpağında padşah eləyər. Peyğəmbər eləyər. Allahu Ekber. Sən bilməzsən, baxma gəlirəm ki, bu illərə budur. Bilməzsən, sabah nə olacaq? Allah onu, hələ 10 deyək, onu bir eləyər. Biri də 10 eləyər. Bu Allahdır. Bu Allahdır. Çox söz demək olar ki, onu pakladı. Peyğəmbəri pakladı. Hədisdə buyurur ki, deyir, mən 7 yaşındaydım. 6-7 yaşında təzəli canasının itirdiyi dövrlərdəydi. Deyir, 2 dənə mələk gəldi, şəs gəldi. Mənə deyir, görürdüm, yıxdılar yerə. Qəlbimi çıxartdılar. Kiçik bir qara var idi qəlbimdə. Deyir, onu təmizlədilər. Sonra qoydular. İndi belə, bu qəlb ürəyini yox ha? Ürəkdən getmir söhbət. Qəlbdən gedir söhbət. Ruhdan gedir söhbət. Hansı aləmdə eləyiblər onu? Da biz onu bilmirik. Biz onu bilmirik. O şək. Nədir o? Köynədən bir gələnlər var da. Genetik bir nələrsə hər kəsin içərisində. Allah nə buyurur insan üçün? Əlhəməhu fücuraha və təqvaha. Hər kəsə onun içində nə qoyduq ona? Fücur da qoyduq, təqva da qoyduq. Onu götürdük. Hələ uşaqdır. Hələ uşaqdır. Hələ hətta buluq olmamışdı. İzəl xəlaiqi bil qaybi məknuna. Bunları nə vaxt eləyib Allah? Nə vaxt gör dedir xanım Zəhra? Deyir, nə vaxt eləyirdi Allah bunları? O vaxtda eləyir, o zaman ki, yaradılmışlar qeybdə gizli idilər. Məknun nə deyir acı? Gizlənib. Quran haqqında da buyurur, məknun. Quran elə belə kitabdır, elə aç oxu, istədiyin kimi, istədiyin şərhi, izah edicinə. Vaqiə surəsində nə buyurur Quran haqqında? Məknun. Deyir, hələ yaradılmışlar ilahı qeybdə gizli idilər, yəni ortalığa çıxmamışdılar. Bisitril əhavil məsunə. Deyir, onlar sir pərdələrinin altında qorunurdular. Hələ mövcud deyildilər. İlahi sir məxluqat. Hər şey dərin qaranlığa qərq olmuşdu. Allah onu elə bir nur etdi ki, bu nuru ilə qaranlıqlar parlaqlaşdı. Peyğəmbər haqqında buyurur ki, o zamanlar yaranmışlar qeybdə gizlin idi. Böyük Allah bütün işlərin aqibət və gedişatından xəbərdar idi. Onun elmi zamanənin əsayiş və fəsadını, eləcə də baş verən hadisələri əhatə etmişdi, edirdi. Allah Taala'nın əmrinin tamamlanması və hökmlərinin həyata keçməsi üçün onu peyğəmbər olaraq yolladı. Məbəs olundu. O Həzrət, Allahümme sallallahu Peyğəmbərliyə seçiləndə bütün ümmətlər pərakəndə halda bir-birindən uzaq, şirk və bütpərəst idilər.
Seçiləndə bütün ümmətlər pərakəndə bir-birindən uzaq və büsbərəs idilər. Onlar Allahı tanıdıqları halda inkar edirdilər. Bilirdilər Allah var. Quran ayəsi nə buyurur? Deyir, əgər onlardan soruşsan ki, yerləri və göyləri kim yaradıb? Nə cavab verərlər? Allah deyərlər. Amma Allahı tanıdıqları halda inkar edib bütlərə sitayiş edirdilər. Cahiliyyətin, insan cahiliyyətinin, insanların lap sondur ya bu. İnkar edildilər. Allahu Teala atam Muhammedi sallallahu aleyhi ve sellem atam Muhammedin vasitəsilə insanları cəhalət və qəflətdən ayıltdı. Allahın Rəsulü sallallahu aleyhi ve sellem səbir və yenilməzliklə insanların hidayət və nicatı üçün çalışmış və onları günahdan qurtarmış, gözlərin körlüğünü aradan aparmış, onları haqq dinə hidayət etmiş və doğru yola dəvət etmişdi. Elhamdülillah Rabbil Alemin. Sonra Allah şəfqətlə və onun öz ixtiyar və rəğbəti ilə onu öz dərgahına apardı. Muhammed sallallahu aleyhi ve sellem dünya zəhmətləri və əziyyətlərindən qurtulub Allahın rəhmət dəryasına seçilmiş mələklərin əhatəsində rahatlıqdadır. Dünya əzab, əziyyət, məşəqqət Peyğəmbər olsan daha çoxdur. Böyük padişah olsun, laf çoxdur. Yuxarıları üçün dünyanın məşəqqəti, istirabı, qorxusu, çətinliyi daha çoxdur. Aşağı düşdükcə elə azalır. Bəzən kiçiklər elə bilərlər ki, böyüklər kef içindədirlər. Fəqirlər elə bilərlər ki, yuxarıdakılar kef içindədir. Amma onların məşəqqəti ondan daha çoxdur. Xatırladım bu sözü. Xatırladım bu sözü. Cəmaləddin gəldi. Görün nə vaxta gələcək. Biz salavat göndərin. Allahümme salli ala Muhammed ve ali Muhammed. Hədis və tarix kitablarında yazılır ki, Xanım Zəhra kiçik yaşlarından Peyğəmbəri müdafiə eləyirdi. Kiçik yaşlarından. Kiçik yaşlarından atasına ana şəfqəti göstərirdi. Peyğəmbər də ona nə deyirdi? Atasının atasının anası. Atasının anası. Ana şəfqəti göstərirdi. Qayğı da göstərirdi, müdafiə də edirdi. Həzrət Rasulullah Peyğəmbərliyi yetişəndən sonra onun dərdləri, problemləri, istirabları çoxaldı. Lap çoxaldı. Bütün Ərəb yarımadasının müşrikləri ilə üzbəüz durdu. Tənhaca. Tek canı ilə durdu. Bütün Ərəb yarımadası, o cahil insanlar hamısı buna düşmən oldu. Gəl yaşa. Gəl yaşa. Küçəyə çıxırsan, hamısı düşmənindir. Hərə öz xasiyyətinə uyğun davranır sənə ilə. Yüngül xasiyyətli insanlar köbud zarafatlar eləyirlər. Ağır xasiyyətli insanlar sərt rəftarlar edirlər. Ələ salanlar bir.
Dəli. Hə. Yolla gedəsən desinlər, dəli gəldi, dəlinin birisi gəldi. Adı ilə də desinlər. Hə, bu dəli də bıraxma, baş. Allah Peyğəmbərdən uzaq olsun. Nə qədər ağır da? Hə, Kəbir, nə qədər ağırdır. İnsan küçəyə çıxır, bəhləsinə çıxır, bir bazara gedir, hər yer, hər kəs səninlə düşməndir, dəli deyirlər, cavdükər deyirlər, sehirbaz deyirlər, özündən şeir qoşan deyirlər. Ne demədilər ki Allahın Rəsulü? Ne demədilər ki? Söz demədilər ki tək. Hə? Əməllə də əziyyət elədilər. Bir yer vardı, keçirdi onun yanına, hər keçəndə o sənin yolda da, bizdə dalanlar yox, keçir. Hər keçəndə bir qara qadın var, qoca qarı var idi. Süpürərdi evinin, eşiyinin, zibini bilirdi bu saatda bu gedəcək namaz qılmaq, ibadətə. Gözləri bu keçəndə onları tökərdi onun başına. Zibili yandırıb külünü tökərdi. Nə mi? Evin artıq. Getdi. Yoluna tikanlar atırdılar, əziyyət olsun. Kəbədə ibadət elə, səcdədir. Kesilmiş heyvanın qarnından çıxmış, qarnı yalıb qarnından çıxmış, o qarın deyirik də biz hələ, dəvənin özü də. Onu gətirib başına tökürlər, başına salırlar, səcdə halında. Taifə gedir din təbliğ eləməyə, onları tohidə dəvət eləməyə, ələ salırlar bir, qovurlar iki, böyüklər dururub, kiçik uşaqlara deyirlər, daşa basın bunu. Daşla qıvırırlar, durur, daşlar əzir onu. Dişi sınır, qanı axır, daşdır da. Qaçır, gülürlər. Can Rəsulullah, can ya Rəsulullah. Bizim hidayətimiz üçün nələr edin ya Rəsulullah, nələrə səbr edin ya Rəsulullah. Hər dəfədə bunları xanım Zəhra görürdü, ağlayırdı, bax. Gör necə ağlayırdı. Dili ata bunlarla vaxt bitəcək. Ata bunlarla vaxt bitəcək, bunlarla vaxt qutaracaq, bunlarla vaxt tamamlanacaq. Hər dəfə qızım, səbr elə qızım, səbr elə. Hər dəfə daha artıq, hər dəfə daha artıq. Gəldi bir gün yetişdi. Peyğəmbər xəstədir, yataqdadır. Xəstədir, yataqdadır. Qızdırma şiddətdir. Yenə xanım Zəhra deyir. Ata bunlar nə vaxt bitəcək? Ata bunlar bitmədi, nə vaxt bitəcək? Nə vaxt sən rahat olacaqsan? Bir ömür rahat olmadı Allahın Rəsulü. Uşaqlığına bax. Dünyaya atasız gəldi. Ata öldü, atadan sonra dünyaya gəldi. Ana istəyən dövrdə, ana tanıyan dövrdə 4-5 yaşında ana getdi. Gəlib yetişib bir dövrə ki, babası saxlayır. Artıq indi babası da güvənəcəkdi. 11-12 yaşında baba öldü. Allahu Ekber, ya Resulallah. Sən gülmüsən görəsən bu həyatda, bu dünyada. Çox dəhşətli imtihanlardan da birisi bilirsən nədir? Nə bu dünyada güldü. Allah sınağını biraz da artırdı. Özündən sonra evlatlarının başına gətiriləcək zülümləri, bəlaları da deyirdi ona. Deyirdi səbr eləyəcəksən. Bax, bunlar sənin evlat qızını bu günə qoyacaqlar. Qapısını yandıracaqlar. Səndən sonra ölən gününə qədər ağladacaqlar. Sözün yerdə qalacaq. O kiçik öpüb qucaqladığın Həsəni, Hüseynin başına bunu gətirəcəklər. Hüseyni doğrayacaqlar. Kim bunlar? Bunun oğlu. Bu.
Xodacıq xanım Zəhra salamullah aleyhə buyurdu ya, siz hamı vəziyyətdəydiniz, Allah sizi çıxartdı bu vəziyyətdən. İndi də oxuyacağam. Bunları yadınıza saxlayın. Bunları müqəddimə idi ya. Siz deyir, o vəziyyətdəydiniz ki, murdar yeməklər yiyirdiniz. Murdar yeməklər yiyirdiniz. Gölməçələrdən sular içirdiniz. Cahiliyyət dövrüdür də. Sizi bu dərəcəyə gətirən atam oldu. İndi qayda qora Allahın Rəsulü yenə ağrıyır. Xanım Zəhra baxır, deyir, ya Rəsulallah. Ya Rəsulallah. Nə vaxt bitəcək bunlar? Peyğəmbər baxdı qızı Zəhranın özünə. Dedi, bir söz dedi, heç vaxt demirdi. Səbr elə deyirdi. Amma bu dəfə bir dənə söz dedi. Dedi, qızdım, tezliklə bitəcək. Tezliklə də atan ağlamayacaq. Tezliklə atanı daha incidən olmayacaq. Xanım Zəhra buna işarə eləyir, bax. Deyir, xanım Zəhra deyir, orada ağladı. Anladı ki, artıq Peyğəmbərin ömrünün son günləridir. Son günləridir. Gördü Peyğəmbər qızı ağlayır. Ya Rəsulallah, mən necə səbr eləyəcəyəm səndən sonra? Mən sənin ayrılığına necə dözəcəyəm? Mən səni görmək istəsəm nə edəcəyəm? Ağlayır da. Allah qızlarımızı iffətli qərar versin. Allah qızlarımızı xoşbəxt eləsin. Qəlbimizin rahat yeri qərar versin. Gördü ağlayır, dedi, Zəhra, gəl bir söz deyəcəyəm sənə. Zəhra əyildi. Deyib bir söz dedi ona. Onu deyəndən sonra başladı gülümsəməyə. Dağlamır. Gülümsəyir. Deyir, sonradan xanım Ayşə dedim ki, nə dedi sənə? Onun evindəydi. Nə dedi sənə? Gülümsədi. Nə dedi? Dedi ki, tezliklə əhl-i beytimlə mənim yanıma sən gələcəksən. Bundan böyük yaxşı şey yoxdur. Lənətullah aləl qavmin salih.